günləri burada oturan bir çox müğənnilər şikayət edirlər ki, vaxtı ikən elə sən Orxanada, Zemfiraya da reytingi verən hər kəsə yalvararaq nə olar səhər dur gəl mənim efirimə deyən aparıcılar bugün efirdə varlar. Amma bugün elə bir olan yadlarına düşmürsünüz. Nə baş verir? Yox, valla nə bilim, mən yadlarına düşsəm də, düşməsəm də sağ olsunlar. Heç mənim halım yoxdur. Yox, ümumiyyətcə deyirəm bunu, Orxan. Ümumiyyətcə. Güclə durğuzuruq, bir də hərdən verilişlərə düşürük. Mən dünən Zeymiyə söz vermişdim, sizə söz vermişdim ki, falan saatda burada olacam. 4 dənə budinik qurmuşdum ki, birdən dostlarım məndən küsər. Allah təşəbbürə yazmasın, o pis mənada anlaşılmasın. Yorulursan, bəli. Yəni, bu Zemfirə xanımla razılaşan, biz bütün günü yolda, orada, burada yorğunçuluq olur. Amma olanda da həmişə məsuliyyətlə yanaşmışıq işimizə. İndi bu gün bilmirəm, nə çaxnaşmadırsa bilmirəm, amma o çaxnaşmalardan sonra hansı efirlərə, hansı veşə dəvət ediblər, valla sevə-sevə gedib oturmuşam, həmişəki kimi iştirak eləmişəm. Kasımlı olandan bir işdən şeir demişəm, bir işdən oxumuşam, çıxmışam. Yəni, mənim bir problemim yoxdur heç kim. Yox, mən bilirəm sənin o siyahıda adın da yoxdur. Ümumiyyətcə, Orxan, səncə bu qadağalar meyxanaya daha da meydan verməməlidirlərmiş. Çünki, bax, bugün əgər ictimai televiziyada, bir çox verilişlərdə meyxanadan söhbətlər gedirsə, bugün axı meyxanada sənin kimi və bir çox meyxanaçılar var ki, onlar gənclərə örnək ola bilərlər, istər əxlaqla, istər biliklə. Çünki siz qəzəldə oxuyursunuz, kitabda oxuyursunuz, sizin beyniniz hazır bir kitabxanadır da, başa düşdün. İndi bir-iki nəfər ola bilər pis xasiyyəti olub, meşə çaqqalsız olmur da, burada rahat danışmaq olur. Amma niyə bugün yaxşı? Onlar pis idilər, onlar çıxırdılar, ailə problemlərindən danışırdılar, ərlərindən danışırdılar. Axı meyxanaçılar bunu eləməyiblər. Bəs mən də onu deyirəm də. Mən bir şey dediyim sizə, bu düzdür, o işdən məşğul olan mütəxəssislər var, o sahəni bilən insanlar var. Biraz elə bil, mənə elə gəlir, bəlkə siz də mənimlə razılaşarsınız. Biraz elə bil bu qadağalardan sonra, o qadağa olunan sənət adamları bir kənara, bu biri sənət adamları da efirə çıxandan sonra biraz elə bil, bilmirəm bu həyəcanlandır, bilmirəm birdən mənə də qadağa qoyarlar ondandır. Yəni nədəndirsə, biraz elə bil səmimiyyət İtib. Hə, itib. Elə bil o yerində oturmurlar. Rəsmiyyət o qədər çoxalıb ki, hə, yəni mənə elə gəlir ki, o qadağalar ona təsir eləməli deyil, əksinə. Hə, yəni ki, hər şey qaydasında olandan sonra, qanacaqla, qabiliyyətlə danışandan sonra, hər şeyin yerin biləndən sonra elə səmimi olmaq hamısından gözəldir. Bax, Akşin Fatih burada dedi ki, bu günləri efirlər maraqsız olub. Sən nə düşünürsən bir tamaşaçı kimi? Çünki sən hər gün səhər durub efirlərə baxmırsan, amma bu günləri misal üçün maraqlı olub bəzi şeylər maraqsız olub. Misal üçün də dediyim kimi bəzi müğənnilər var, mən bilirəm, efirə çıxırlar və aparıcıya deyirlər ki, mən bəstəkar mahnıları oxuyacağım. Yəni bu adam ara mahnıları ilə sevilib də, efirdə olub. Bu indi özün dəyişmək istəyir, amma alınmır bu anda. Oxuduğum mahnılar bir kənara. Mən neçə dənə verilişdə iştirak edim, gördüm. Məsələn, qalıqsuq taxmayan qalıqsuq taxır, məsələn. Doğrudan. Qısa giyinən uzun giyinir. Qəribələşmişik. Yəni bu... Yox, bunu elə əvvəldən eləyərdiniz. Hə, bu şey insanın içindən gəlməlidir. Məsələn, mən... Bunu məcburi niyə edirsən? Mən heç vaxt, məsələn, Allah hamının ailəsini qorusun. İndi söhbət kişilərdən gedir. Kişilər, məsələn, üstü, başı, əyni, başı həmişə o evdə bilinir ki, xanımın səlqəsindən bilinir. Mən heç vaxt, məsələn, heç bir efirə, heç bir verilişə gedəndə məndən qabaq onu heç evdə razı olmazlar ki, şalvarım əzik olsun, pencəyim qırış olsun. Amma yəni bu həmişə belə olmalıdır. Yəni bugün qadağa var deyənə mən qalıqsuq taxım, babıçqa taxım, yox. Elə səliqəmiz, səhmanımız, çünki bizi milyonlar izləyir, xalqımız izləyir, xalqın qabağına çıxırsan. Yaşlı adamların belə bir deyimi var ya, Allah bütün valideynlərə ömür versin, ölənlərə rəhm etsin. Mən həmişə atamın sözüdür o, həmişə qulağımda sırğı olub, 20 il bundan qabaq. Hasan mən televiziyaya gedmişəm, uşaq vaxtından bir işə gedmişəm, deyib, bala, xalqın qabağı, millətin qabağına çıxırsınız, biraz səliqəli olun. Bu yəni əzəldən belə olmalı idi. Bu günləri valla mən neçə veriliş oldu, dəqiq konkret ad deməyəcəm. Demə. Amma gördüm ki, məsələn, dünənə qədər belə o rahatçılıqla efirə gələn bu qalıqsuq taxır məsələn, gözləyir ki, aparıcı danışsın, sonra bu danışsın. Sözün kəsmir onun. Hə, bu qadağa mövzuları düşən kimi heç kim heç nə danışmır ki, bir də mənə deyərəm, mən də düşərəm o siyahıya. Yəni, biraz elə bil o nöqteyi nəzərdən deyirəm ki, səmimiyyət azalıb, rəsmiyyət çoxalıb. Çoxalıb, bir şeydə çox olanda
aşırı çox Səmimi olanda olmur onda. Yaxşı Ha, görsənmir. səmimi. Yaxşı görünmür də, elə Hə. bil ki,